Herkese salam, kanalıma videoma hoş gelmişsiniz. Bugün sizlerle alt bildiren sözler yani isimleri birlikte öğrenecek. Bu uşaqlar üçün çətin ola bilər. Əslində asan izahı var və mən buna görə sizə deyirəm ki, sizə asan da olsun bunu öğrenmek. İlk önce onu bilin ki, ismin 3 dənə sualı var. Kim, nə, hara. Bunlar müəyyən əşyalara, insanlara və yerlərə görə sualları dəyişir. Kim, oğlan, həkim, şagird, insanları və heyvanları bildirir. Bəli, əslində heyvanlarda nə sualına gedir? Heyvan adları daha çox kimə gedir? Heyvanlar isə nəyə gedir? Nə, kitab, ağac, velosiped, əşyaları, bitkiləri, hadisələri bildirir. Hara, məktəb, park, kənd, yerləri bildirir. İndi isə gəlin sizlərlə nümunə cümlələrə baxaq. Müəllim sinifə girdi. Bu arada müəllim kim sualına, sinifə hara sualına cavab verir. Mən alma və kitab aldım. Burada alma nə sualına, kitab isə nə sualına cavab verir. Lalə kitab oxuyur. Burada Lalə kim, kitab isə nə sualına cavab verəcək. Müəllim dərs izah edir. Burada müəllim kim sualına cavab verəcək, dərs isə nə sualına cavab verəcək. Elxan məktəbə gedir. Elxan kim sualına, məktəb isə hara sualına cavab verəcək. İndi sizə sual verirəm uşaqlar. Bu sualın cavabını düz tapanlara ulduz verəcəm. Mən cümlə deyəcəm, siz onları böləcəksiniz. Kim, nə, hara. Yəni sual verəcəksiniz deyək. Cümlələrdəki olan sözlərə sual verəcəksiniz. Səbinə jaket giyindi. Murad yeni ayakkabı almıştı. Artık ağacların yarpaqları solmuştu. Mən telefona baxırdım. İndi uşaqlar, buradan hərəniz 2 cümlə seçsəniz bəs edir. Görək kim düz yazacaq. Ona ulduz verəcəm. Kanalıma və videoma like atıb abunə olmağı unutmayın. Ümid edirəm ki, videomu bəyəndiniz. Dərsi başa düşdünüz. Daha çox qaydanı. Sağ olun.